Salam hər kəsə. Bugünkü fizika dərsimiz mövzu izahından ibarətdir. Mövzu olaraq elektrik sahəsi olan bölmədən elektrik sahəsinin intensivliyi, elektrik sahəsinin qüvvə xətləri və bircins və qeyri-bircins elektrik sahəsində yüklü zərrəciyin hərəkəti, sonra yekun intensivlik vektorunun tapılması. Əvvəlcə baxaq, elektrik sahəsinin intensivliyi nədir? Elektrik sahəsinin intensivliyi Y hərfi ilə işarə olunan vektorial kəmiyyətdir və elektrik sahəsinin intensivliyi elektrik sahəsinin qüvvə xarakteristikasıdır. Burada bir müsbət Q0 yükü götürək, yəni nöqtəvi Q0 yükü götürürük və həmin yük öz ətrafında elektrik sahəsi yaradır və həmin sahəyə kənardan növbə ilə yüklər gətirilir ki, həmin sahəyə kənardan gətirilmiş yükə deyilir sınaq yükü. Bu zaman nöqtəvi yüklə sınaq yükü arasında qarşılıqlı təsir baş verir və nöqtəvi yükdən sınaq yükünə bir elektrik qüvvəsi təsir edir. Və həmin elektrik qüvvəsinin sınaq yükünə olan nisbəti sabit kəmiyyət olub, konstant olub, adlanır elektrik sahəsinin intensivliyi. Niyə görə sabit kəmiyyət deyirik? Çünki sınaq yükünün qiyməti artdıqca, yəni sahəyə gətirilmiş yükün qiyməti artdıqca, həmin yükə təsir edən, sahə tərəfindən yükə təsir edən qüvvənin qiyməti də artır və F bölü Q nisbəti sabit kəmiyyət olub, adlanır elektrik sahəsinin intensivliyi və intensivliyi vektorial kəmiyyət olub, yenə deyirəm, elektrik qüvvəsinin yükü olan nisbətinə bərabər olan vektorial kəmiyyətdir. Buradan vahidini çıxara bilərik. Qüvvənin vahidi Newtondur. Elektrik yükünün vahidi 1 kulon olub, onda elektrik sahəsi intensivliyi vahidi Newton bölünsün kulondur. Digəri isə məsələn, növbəti dərslərdə keçəcək. Y bərabərdir. Potensiallar fərqi və ya gərginliyin məsafəyə olan nisbəti. Buradan isə vahidini çıxarsaq, gərginlik vahidi olaraq volt, məsafə vahidi olaraq metrdir. Deməli, intensivliyin bir vahidi volt bölü metr, digər vahidi isə nədir? Newton bölünsün kulondur. Burada qeyd etdim ki, Y bərabərdir F bölü Q. Buradakı Q sınaq yüküdür, yəni sahəyə gətirilmiş yükdür. Elektrik sahəsinin intensivliyi vektoru sahəyə gətirilmiş sınaq yükündən, yəni Q sınaq yükündən və elektrik qüvvəsinin qiymətindən asılı deyil. Burada qurduq sabit. Bəs nədən asılıdır? Bunun üçün biz F'in yerinə, baxın, F qüvvənin yerinə həmin nöqtəvi yüklə sınaq yükü arasında olan qarşılıqlı təsir qüvvəsini, yəni Coulomb qüvvəsinin düsturunu yazacaq. Yəni F bərabərdir K vurulsun, nöqtəvi yük vurulsun sınaq yükü bölünsün R kvadratı. Bax, bu Coulomb F qüvvəsinin bu qiymətini gətirib buradakı düsturdan yerinə yazsaq, baxın, belə bir intensivlik üçün belə bir düstur alır. Deməli, Y bərabərdir K vurulsun Q0 bölünsün R kvadratı. Elektrik sahəsinin intensivliyi, baxın, bu düstura tabidir. Buradan elektrik sahəsi intensivliyi üçün Y-nin, yəni nöqtəvi Q0 yükündən asılı qrafikini qursaq, qururuq düz mütənasibdir. Sonra yükdən olan məsafədən asılılığını qursaq, məsafə ilə tərs mütənasibdir. Yəni Y-nin R-dən asılı qururuq hiperbola əyrisi. Gəlin, bunu isə deyək ki, vakuumda elektrik sahəsinin intensivliyinin qiyməti. Əgər nöqtəvi Q0 yükü dielektrik daxilində yerləşərsə, bu zaman intensivliyin qiyməti epsilon dəfə azalacaq. Yəni, Y mühitdə yerləşərsə, Y0 bölünsün nə yazacaqsınız? Epsilon. Və Y-nin qiymətini, yəni vakuumdakı qiymətini burada yerləşdirsək, onda biz alacaq ki, K Q0 bölünsün, epsilon vurulsun R kvadratı. Və bu düstura görə məxrəcə baxın, dielektrik düşdü və dielektrik daxil edildikdə intensivliyin qiyməti epsilon dəfə nə olacaq? Azalacaq. Deməli, buradan biz hansı düsturları öyrəndik? Nəticə olaraq Y bərabərdir elektrik qüvvəsinin sınaq yükünə olan nisbəti Q sınaq yükünə və bir də Y bərabərdir K Q0 bölünsün R kvadratı düsturu. Keçək növbəti səhifəmizə. Baxaq, növbəti səhifədə isə elektrik sahəsini əyanı təsəvvür etmək üçün qüvvə xətlərindən istifadə olunur. Müsbət yükün şərti olaraq müsbət elektrik yükünün qüvvə xətləri yükdən kənara doğru yönəlir. Baxın, Y-lərin istiqaməti kənara doğru yönəlir. Mənfi yükdə isə intensivlik xətləri, yəni qüvvə xətləri mənfi yükə doğru yönəlir. Yəni, qeyd etmək istərdim ki, elektrik sahəsinin qüvvə xətlərinin istiqaməti həm də elektrik sahəsinin intensivliyi vektorunun istiqamətidir. Baxın, burada şəkillərdə də görürük. Məsələn, DIM test toplusunda da belə testlərlə qarşılaşa bilərsiniz. Məsələn, bura müsbət yük yazılıb. Qüvvə xətti müsbət yükdən kənara, baxın, qüvvə xətləri müsbət yükdən kənara, mənfi yükdə isə nədir? Özünə doğru yönəlir. Sonra
bir cins elektrik sahəsi var. Baxın, iki metal lövhə götürülür. Məsələn, lövhələrdən biri müsbət yüklənir. Gəlin bir lövhəni müsbət yüklədik. Digər lövhə isə mənfi yüklənmiş bir lövhə götürülür. Bu zaman intensivlik vektoru müsbət yükdən hara doğru yönəlir? Mənfi yükę doğru yönəlir. Və belə bir sahə adlanır bir cins elektrik sahəsi. Niyə görə? Baxın, burada 4 paralel düz xətt çəkmişik. Həmin paralel xəttlər arasında məsafələr də eynidir və intensivlik vektorunun istiqaməti də eynidir. Və bir cins elektrik sahəsinə belə bir tərif verir. Bütün nöqtələrdə, məsələn, burada indi hal-hazırda 5 dənə nöqtə götürülüb. Bütün nöqtələrdə intensivliyin qiyməti və istiqaməti eyni olan sahə adlanacaq. Nə cür sahə? Adlanacaq bir cins elektrik sahəsi. Məsələn, 5 nöqtə götürülüb və 5 nöqtə üçün sizdən tələb olunar ki, elektrik sahəsinin intensivliklərini müqayisə elə. Onda götürürük ki, Y1 bərabərdir Y2-yə, o da bərabərdir Y3-ə və ya bərabərdir Y4-ə. Yəni, bu nöqtələrdə olan intensivliyin qiyməti hamısı nədir? Bərabərdir. Çünki sahə nə cür sahədir? Bir cins elektrik sahəsi. Məsələn, digər şəklə baxırsınız. Bu şəkil isə qeyri-bir cins elektrik sahəsidir. Çünki burada qüvvə xətləri arasında məsafələr fərqlidir. Məsələn, baxın, bu hissədə məsafə, baxın, qüvvə xətləri nisbətən arasında məsafə daha böyükdür. Məsələn, getdikcə qüvvə xətləri arasında nədir? Məsafə nə edib? Kiçilib. Qüvvə xətləri daha sıx yerləşib. Bu isə o deməkdir ki, belə bir sahə adlanacaq qeyri-bir cins elektrik sahəsi. İndi qeyri-bir cins elektrik sahəsində intensivliklərin müqayisəsi soruşularsa, diqqət olun. Deməli, qüvvə xətləri sıx olan yerdə intensivlik vektorunun qiyməti böyük, qüvvə xətləri seyrək olan yerdə isə intensivlik vektorunun qiyməti kiçik olacaq. İndi gəlin müqayisəsini aparaq. Məsələn, burada bizə 3 dənə nöqtə verib. Deməli, A nöqtəsi, B nöqtəsi, C nöqtəsi. Deməli, A nöqtəsi qüvvə xətlərinin seyrək olan yerinə düşdüyünə görə A nöqtəsində elektrik sahəsinin intensivliyi digər nöqtələrlə kiçikdir. Yəni, A kiçikdir B-dən, B də kiçikdir hansı nöqtədən? C nöqtəsindən. Yenə qeyd edirəm. Deməli, qüvvə xətləri sıx olan yerdə intensivlik vektorunun qiyməti nə olacaq? Böyük. Amma bir cins elektrik sahəsində isə qüvvə xətləri bir-birinə paralel yerləşib, qiymət və istiqamət eynidir. Ona görə sahə olur bir cins elektrik sahəsi. Sonra isə məsələn, müsbət nöqtəvi yük verilib bizə. Baxın, burada belə bir müsbət nöqtəvi yük verib. Eyni ilə elə müsbət nöqtəvi yükün, baxın, ətrafında yaranan elektrik sahəsi də qeyri-bir cins elektrik sahəsidir. Çünki burada, baxın, intensivlik vektorlarının istiqaməti müxtəlifdir. Yükə yaxın olan yerdə intensivlik vektorunun qiyməti böyük olacaq. İndi baxın, müsbət yükdən bir R1 məsafədə intensivlik verilib, sonra R2 məsafədə, bir də R3 məsafədə. İndi biz baxırıq ki, bizdən də tələb olunur ki, intensivlikləri müqayisə etməliyik. Nöqtələrin yükdən olan uzaqlığına görə, baxın, nöqtələrin yükdən olan uzaqlığına görə intensivliyi müqayisə edəcəksiniz. Məsələn, baxın, bir nöqtəsi burada verib, 2-ni burada, 4-ü burada, 3-ü burada. Və biz baxırıq, hansı nöqtə ilə müsbət yük arasında məsafə kiçikdirsə, onun intensivliyi vektoru böyükdür. Deməli, Y1 böyükdür. Baxın, Y1 böyükdür. Baxır ki, Y3 ilə Y2 məsafələri, yəni R2 və R3 məsafələri yükdən olan məsafələr eynidir. Onda həmin nöqtələr üçün intensivlik vektorlarının qiyməti bərabərdir. Yəni Y2 bərabərdir Y3-ə. Dördüncü nöqtə isə həmin nöqtədən yükə qədər olan məsafə daha böyük olduğuna görə həmin nöqtə üçün intensivlik vektorunun qiyməti daha kiçik olacaq. Bu isə onu göstərir ki, artıq burada sahədə yenə nədir? İntensivliklər fərqlidir. Sahə qeyri-bir cins elektrik sahəsidir. Keçək digər səhifəmizdə. Digər səhifədə də yenə intensivliklərin müqayisəsi soruşulur. Baxın, müqayisəsini qeyd etmişəm. Məsələn, burada verilib bizə bir müsbət yük. Müsbət yükdən müəyyən bir ERA məsafədə A nöqtəsində intensivlik vektoru YA, bir də B nöqtəsindəki intensivlik vektoru YB-dir. Həmin intensivlik vektorlarının müqayisəsi soruşulur. Və düstura görə də bilirik ki, Y intensivlik vektoru bərabərdir. K vurulsun, nöqtəvi Q0 yükü bölünsün R kvadratı. Və buradan görürük ki, intensivlik vektoru yükdən olan, nöqtəvi yükdən olan məsafə ilə tərs mütənaşibdir. Məsafəsi böyük olan nöqtə üçün intensivliyin qiyməti kiçikdir. Məsələn, A nöqtəsindəki intensivliyin qiyməti B nöqtəsindəki intensivliyin qiymətindən kiçikdir. Deməli, B nöqtəsindəki intensivlik A-dan nədir? Böyükdür. Digərində isə mənfi yükü qeyd etmişəm. Baxın, fərqi orada da eyni ilədir.
Çünki düsturda Q nədir? Modulda yazılır. Sadəcə burada mənfi işarəsi intensivlik vektorunun istiqamətini göstərmək üçün yönəlmişdir. Baxaq, burada gəlmədən rəngi dəyişim. Deməli, mənfi yükdür. Mənfi yükün intensivlik vektorunun istiqaməti yükę doğru yönəlir. Baxın, müsbətdə isə özündən kənara. Sadəcə yenə qeyd edirəm ki, mənfi işarəsi intensivlik vektorunun istiqamətini tapmağa kömək edir. Qiymətini müqayisə etmək üçün isə yükdən olan məsafəyə baxacaqsınız. Məsələn, yenə baxırıq ki, A nöqtəsi ilə mənfi yük arasındakı məsafə B nöqtəsi ilə həmin yük arasındakı məsafədən daha böyükdür. Baxın, daha böyükdürsə, onda yenə B nöqtəsindəki intensivlik A nöqtəsindəki intensivlikdən nə olacaq? Böyük olacaq. Sonra toplada belə bir testlə qarşılaşacaqsınız. Deməli, koordinat başlanğıcında yerləşən nöqtəvi Q0 yükünün, baxın, nöqtəvi Q0 yükünün A nöqtəsində yaratdığı, yəni bir A nöqtəsində intensivlik yaradıb. A nöqtəsindəki yaratdığı intensivlik vektoru ilə elektrostatik sahənin intensivliyinin modulunun B nöqtəsindəki intensivliyinin moduluna nisbətini tapmalıyıq. Yəni, nə etməliyik biz? Gəlin, baxaq. Burada biz əvvəlcə buranı silək. Deməli, nöqtəvi Q0 yükünün yeni qeyd. Q0 yükü yerləşir koordinat başlanğıcında. Həmin Q0 yükü bir A nöqtəsində intensivlik yaradır. Baxın, A nöqtəsindəki intensivlik vektoru, bir də onun B nöqtəsindəki intensivlik vektorunu çəkdik. İndi isə nəyə diqqətli olmalısınız? Deməli, Q0 yükündən A nöqtəsinə qədər olan məsafəyə deyirik RA məsafəsi, B nöqtəsinə qədər olan məsafəyə isə, baxın, bura qədər olan məsafəyə deyirik RB məsafəsi. Və deyir ki, A nöqtəsindəki intensivliyin, baxın, A nöqtəsindəki intensivliyin B nöqtəsindəki intensivliyə nisbətini tapmalıyıq. Bunun üçün biz nöqtəvi yükün düsturundan, yəni Y bərabərdir KQ0 böl R kvadratı. Eyni yükdür burada. Y burada R ilə tərs mütənasibdir. Onda intensivlik vektoru ilə yükdən olan məsafə arasında tənasüb qururuq. YA-nın YB-yə nisbəti bərabərdir. Deməli, RB-nin kvadratı bölünsün nədir? RA-nın kvadratı. Buradan da RB məsafəsi. Baxın, buradan bura RA məsafəsi RB. Əvvəlcə həmin məsafələri təyin etməli. Məsafəni təyin etmək üçün RB-nin kvadratı bərabərdir. Deməli, A nöqtəsinin X oxuna proyeksiyasının kvadratı, yəni XA kvadratı. Üstə gəl, A nöqtəsinin Y oxuna proyeksiyasının kvadratını tapmalıyıq. Baxaq. Deməli, A nöqtəsini X oxuna proyeksiyalasaq 1 bölgü. Y oxuna proyeksiyalasaq neçə bölgüdür? 1. Deməli, 1-in kvadratı 1, 2-nin kvadratı neçə elədir? 4. Deməli, R, daha doğrusu RA, bura RA yazın. Deməli, A nöqtəsi üçün, yəni məsafəni neçə tapdıq? 5 yazdıq. Və burada gətirib yazırıq. Deməli, biz burada RA kvadratı. Artıq mən onu kökün altına salmıram. Çünki burada onsuz da düsturda RA-nın kvadratıdır. Bura 5 yazırıq. Sonra B nöqtəsi üçün tapırıq. RB-nin kvadratı. RB kvadratı bərabərdir. B nöqtəsinin X oxuna proyeksiyasının kvadratı ilə Y oxuna proyeksiyasının kvadratının cəmi. Baxaq. B nöqtəsini X oxuna köçürürük. O zaman neçə görürsünüz? 3. Deməli, 3-ün kvadratı 9. B nöqtəsini Y oxuna köçürürük. Burada isə 1-i gördük. 1-in kvadratı yenə 1. Burada aldıq neçə? 10. RB kvadratını da aldıq 10. Gətirib burada yerdən yazırsınız. 10 bölünsün 5 neçə alırsınız? 2. Deməli, A nöqtəsindəki intensivliyin B-yə nisbəti neçə oldu? 2. Belə bir testin ətraflı yazıda da var. Ona görə testin gedişinə diqqətli olun. Deməli, A nöqtə intensivlik vektoru ilə məsafələr arasında tənasüb qurursunuz. Verilən koordinat oxu, yəni koordinat müstəvisində, baxın, YX koordinat oxunda RA kvadratı və RB kvadratı məsafələrinin qiymətini baxın bu üsulla tapırsınız. Yəni Pifaqor teoreminə əsasən tapıldı. Sonra qiymətləri yerinə qoyub hesab olun. Məsələn, elə test var ki, orada deyir ki, B nöqtəsindəki qiymətini tap artıq. Burada sadəcə deyirdi ki, A və B nöqtələrindəki intensivliklərin nisbətini tap. Modullarını müqayisə etmək tələb olunurdu. Keçək digər səhifəmizə. Digər səhifədə nəyə etmişəm? Elektrik sahəsi vektorial kəmiyyəti. Vektorial kəmiyyətlər üçün yekun qiymətin tapılması var. Yəni elektrik sahəsi intensivliyinin yekun qiymətinin və istiqamətinin nədir? Tapılması. Bu gəlir superpozisiya prinsipidir. Yəni fəzanın verilən nöqtəsində bir neçə elektrik yükünün yaratdığı sahənin yekun intensivliyi
ayrı-ayrı yüklərin yaratdığı sahə intensivliklərinin nəyinə bərabərdir? Həndəsi cəminə. İndi keçək tətbiqə. Tətbiqdə nə cür tətbiq edəcəksiniz? Baxın, indi baxaq bu şəklə. Deməli, birinci halda nə götürülüb? Deməli, bu şəkildə bir müsbət, bir də iki müsbət yük görürük. Yəni, əvvəlcə müsbət və mənfidən başlayaq. Yəni, müxtəlif işarəli yüklərdən başlayaq. Deməli, bir müsbət yük verilib, bir də mənfi yük verilib. İndi həmin yüklərdən eyni məsafədə kənarda çəkirəm. Deməli, müsbət yük, bir də uşaqlar verilib mənfi yük. Deməli, bunları birləşdirən, deməli, bir düz xəttin sağ və sol tərəflərində yüklər yerləşir. Hər iki yükdən eyni məsafədə bir A nöqtəsi verilib. Yəni, burada R yazırıq, burada R. Yüklərin qiymətlərini də, yəni modullarını da eyni götürürük. Müsbət Q. Q2-yə də bura yazırıq. Nədir? Mənfi Q. İndi bizdən tələb olunur ki, A nöqtəsində yekun intensivlik vektorunun qiymət və istiqamətini təyin etmək. Əvvəlcə istiqaməti təyin etməliyik. Birinci baxırıq ki, müsbət yükdür. Müsbət yükün A nöqtəsində intensivlik vektoru özündən kənara, yəni A nöqtəsində kənara. Məsələn, bəziləri həmin yükü, məsələn, istiqaməti yükün özündən çəkir, amma verilən nöqtədən kənara çəkirsiniz. Digər isə mənfi yükdür. Mənfi yük üçün də həmin A nöqtəsində mənfi yükün intensivlik vektoru isə özünə doğru yönəlir. Deməli, biz işarədən istifadə etməklə A nöqtəsində hər bir yükün intensivlik vektorunun istiqamətini çəkdik. Deməli, birinci üçün Y1, ikinci üçün də nə oldu? Y2. İstiqamətlər üst-üstə düşdüyünə görə onda A nöqtəsində yekun intensivliyin qiyməti toplanır. Baxın, birinci şəkil üçün. Baxın, burada da qeyd etmişəm. Deməli, Y1 və Y2. Yəni, Y1 birinci özündən müsbət olduğuna görə özündən kənara, mənfidə isə hara doğru? Özünə doğru. Bu zaman yekun intensivlik Y yekun bərabərdir. Birinci yükün intensivliyi ilə Y1 üstəgəl Y2, yəni intensivliklər toplanır. Və yadda saxlayaq, deməli, işarələr fərqli olduqda, yekun, yəni bir düz xət üzərində olmaqla işarələr fərqli olduqda, yekun intensivlik ayrı-ayrı yüklərin intensivliklərinin cəmindən ibarətdir. Digər hala baxaq. Digər halda isə nə olacaq bizdə? Baxın, bunu silək burada. Digər hal isə baxaq bu şəklə. İndi işarədən biri müsbət, digəri isə hər ikisi müsbətdir. Yəni, işarələri eyni götürək. İndi ayrıca çəkirik. Deməli, iki dənə müsbət yük verilib və hər iki yük, deməli, bir düz xət üzərində yerləşib, yəni sağ və sol tərəfdə. Hər iki yükdən, burada 3 hal olacaq. Hər iki yükdən birinci eyni məsafədə R, bu da R, burada Q1 yükü, burada da Q2 yükü. Deməli, burada 3 hal mümkündür. Deməli, eyni işarəli yüklər, baxın, bura qeyd edək ki, eyni işarəli yüklər üçün 3 hal mümkündür. Birinci hal, yüklər arasındakı məsafələr bərabərdir. L1 L2-yə bərabərdir. Onların modulları və işarələri də eynidir. Yəni, Q1 Q2-yə bərabərdir. İkisi də müsbətdir. Bu zaman daxildə yekun intensivliyin qiyməti 0-a bərabər olacaq. İndi nəyə görə? Baxın, deməli, müsbət yükün A nöqtəsində intensivliyi özündən kənara, digər müsbət yükün də A nöqtəsindəki intensivliyi özündən kənara getdi. Biz nə aldıq? Deməli, Q1 yükü üçün intensivlik Y1, baxın, sağ tərəfə, Q2 yükü üçün də intensivlik hara getdi? Sol tərəfə. İstiqamətlər əks olduğuna görə yekun intensivliyi çıxılır. İntensivliyin düsturunda bilirik ki, Y bərabərdir. K2 0 bölünsün R kvadratı. Qeyd etdik ki, məsafələr və yüklər eyni olduğuna görə, burada istiqamət də əks olduğuna görə, birincinin və yaxud da ki, fərqi yoxdur, ikincinin intensivliyindən digərinə çıxmalıyıq. Qiymət və istiqamət eyni, deməli, qiymətləri, həm yükləri, həm də R-ləri eyni olduğuna görə, birincinin intensivliyi, yəni Y1 də nəyə bərabərdir? Y2-yə bərabərdir. Ona görə daxildə yekun intensivlik gəlib düşür 0-a. Sonra ikinci hal nə ola bilərdi? Baxaq, ikinci hal ola bilərdi ki, məsələn, müsbət yük, digəri də müsbət yük. Amma bu zaman A nöqtəsini, baxın, birinci yükə yaxın yerləşdirdik. Amma hər ikisi yenə yükləri eyni götürür. Artıq məsafələr fərqlidir. Məsafələr fərqlidirsə, daxildə yekun intensivliyin qiyməti azalacaq, amma 0 olmayacaq. Məsələn, birinci yüklə A nöqtəsi arasındakı məsafəyə R deyirsiniz. İkinci yüklə A nöqtəsindəki arasındakı məsafəyə 2R deyirsiniz. Məsafəsi kiçik olanın intensivliyi böyükdür. Ona görə də birinci yükün A nöqtəsində intensivliyi vektoru özündən kənara biraz xətti böyük çəkirik.
İkinci yükün A nöqtəsindəki intensivlik də özündən kənara getdi. Çünki müsbət üçün qüvvə xəttinin istiqaməti, yəni intensivlik vektorun istiqaməti özündən kənara gedir. Buraya yazırıq Y1, bura nə yazdıq? Y2. İstiqamətlər əks olduğuna görə yekun intensivliyi tapanda çıxılır. Yəni Y1 çıx Y2. Hansı böyükdürsə böyükdən kiçik çıxırsınız. Yəni Y1 çıxılsın Y2 və qiyməti də artıq buradan sıfırdan fərqli olacaq. Amma məsələn biri müsbət, biri mənfi olanda ən böyük qiymət almışdır. Burada qiyməti nisbətən nə olacaq? Kiçik olacaq. Bəs yekunun istiqaməti hara gedəcək? Yekunun istiqaməti, baxın, yekunun istiqaməti gedəcək böyük qüvvə istiqaməti, böyük intensivlik vektoru istiqamətində, yəni Y1 istiqamətində. Sonra yükləri fərqli olsa, yenə intensivliklər fərqli olacaq, yenə çıxılacaq və qayda olaraq yadda saxlaya bilərik. Qayda olaraq yadda saxlaya bilərik ki, işarələr eyni olduqda daxildə yekun intensivliyin qiyməti nə olacaq? Daxildə yekun intensivliyin qiyməti azalacaq. Gəlin lövhəmizi silək. Deməli, bu oldu bizdə, baxaq bir dəqiqə. Bu oldu ikinci hal. Deməli, işarələr eynidir. İndi işarələr mənfi olan halı da qeyd edirəm mən burada. Gəlin, baxaq, işarədən, deməli, hər ikisini mənfi götürək. Baxın, mənfi, bir düz xətt çəkdik, burada da bir mənfi. İndi A nöqtəsini, baxın, burada götürdüm. Buradan bura R deyirəm, buraya 2 R deyirəm. Birinci yükə Q1-ə mənfi Q, ikinci Q2-yə də yenə nə yazırıq? Mənfi Q. İndi isə məsafələri fərqli, yükləri eyni götürmüşəm. Bu zaman daxildə yekun intensivlik yenə fərqi olacaq. Ayrı-ayrı yüklərin yaratdığı intensivliklərinin fərqi. Baxırıq. Deməli, məsafəsi kiçik olanın intensivliyi böyük olur. Yəni, ikinci yükün intensivliyi birinci yükün intensivliyi ilə böyük olub, mənfi olduğuna görə intensivlik vektoru yükün özünə doğru yönələcək. Hər ikisində özünə doğru yönəlir. Baxın, belə xəttlər çəkdik. Oxların istiqamətini qoyduk. Deməli, A nöqtəsində qoyursunuz həmin istiqaməti. Məsələn, ikinci oldu. Baxın, Y2 özünə doğru, Y1 də özünə doğru. Məsələn, soruşula bilər ki, məsələn, baxın, ikincinin intensivlik vektorunun istiqamətini böyük götürmüşəm. Niyə görə? Çünki A nöqtəsi ilə həmin yük arasındakı məsafə Q1 yükü ilə A nöqtəsi arasındakı məsafədən kiçikdir. Və bilirik ki, elektrik sahəsinin intensivliyinin modulu, yəni K2 bölünsün R kvadratı, yüklərin bərabər qiymətində Y burada məsafə ilə tərs mütənasibdir. Məsafəsi kiçik olan intensivliyi böyükdür. Yəni Y2 Y1-dən böyükdür. Ona görə də yekun intensivliyi tapanda Y yekun bərabərdir. İkincinin intensivliyi vektorundan birincinin intensivliyi vektorunu nə etməliyik? Çıxmalıyıq. Deməli, qeyd edək. Deməli, 1, 2. İşarələr fərqli olanda daxildə yekun intensivliyin qiyməti artır, ən böyük olur. İşarələr eyni olanda isə daxildə yekun intensivliyin qiyməti nə edəcək? Azalır, hətta sıfırda ola bilər. Sonra digərisi olacaq nə formada? Baxın, belə bir şəkil verilib. Müsbət və mənfi yüklər və onların hər birindən, məsələn, eyni məsafədə də ola bilər, müxtəlif də ola bilər, bir A nöqtəsi verib. İndi sizə deyik ki, yekun intensivlik vektorunu tapmaq. A nöqtəsində müsbət yükün intensivlik vektoru, baxın, özündən kənara Y1, mənfidə də hara gəldi? Özünə doğru. Hər iki yükün intensivlik vektorunun istiqamətini tapdıq. Onlar arasında bucaq 90 dərəcədir. Bucaq 90 dərəcə olduğuna görə yekun intensivlik vektorunun istiqaməti onlar üzərində qurulmuş paralelogramın diaqonalı, qiymətini isə tapacaqsınız Pifaqor teoremi ilə. Yəni, Y1-in kvadratı, üstəgəl nə yazacaqsınız? Y2-nin kvadratı. Sonra digər şəklə baxırsınız. Baxın, digər şəkil isə bundan fərqli olaraq indi baxın. Yenə bizə burada müsbət və mənfi yüklər verilib. Hər iki yükdən eyni məsafədə bir A nöqtəsi verilib. Və həmin A nöqtəsində yekun intensivliyi soruşur. Müsbət yükün A nöqtəsində, baxın, intensivliyi özündən kənara, mənfi də özünə doğru gəlir və onlar üzərində qurulmuş paralelogramın diaqonalı oruq nədir? Yekun vektor. Və bu zaman yekun vektorun istiqamətini onlar arasındakı bucağın qiymətinin asılı olaraq, məsələn, burada biz tapa bilərik kosinuslar teoreminə. Y bərabərdir. Məsələn, Y1-in kvadratı, üstəgəl Y2-nin kvadratı, üstəgəl 2 vurulsun Y1, vurulsun Y2, vurulsun kosinus alfa. Qiymətləri yerinə qoymaqla qiymətini, yəni tapa bilərik. Bu isə onun nədir? İstiqamətidir.
Sonra digər fərqli testlərdən biri isə, məsələn, test toplumumuzda belə bir testimiz var. Bu testdən bir neçəsi var topluda. Baxın, burada nələr verilir. Deməli, dialektik nüfuzluğu epsilon olan maye ilə içərisi dolu olan şüşə qab intensivliyi Y0 olan bir cins sahədə yerləşir. Və həmin sahənin içərisinə bir dənə də mənfi yük gətirib yerləşdiriblər. Mənfi nöqtə və Q yükündən R məsafədə yerləşən A nöqtəsində yekun elektrik sahəsinin intensivliyinin nəyini, modulunu təyin etməli. Əvvəlcə gəlin təsəvvür edək ki, bir cins elektrik sahəsinin, yəni burada dielektrik yoxdur. İndi baxın, burada bir cins elektrik sahəsi çəkək, yəni paralel düz xətlər çəkək. 1, məsələn 1, 3 və ya 4 dənəsini çəkə bilərəm. İndi mən 4 dənəsini çəkdim. Deməli, bu bir cins elektrik sahəsidir. Bunu adlandıracaqsınız xarici sahə. Və həmin sahənin içərisində bir mənfi yük yerləşir. Baxın, bir mənfi yük yerləşir. Həmin mənfi yükdən R məsafədə bir A nöqtəsi yerləşir. Baxın, bura R yazırıq. Buna da yazaq Q yükü. Və deyir ki, A nöqtəsində yekun intensivlik vektorunun qiymətini, yəni modulu hansı ifadə ilə təyin olunur. İndi biz baxırıq. Mənfi yükün A nöqtəsində özünün də, yəni mənfi yük özü də A nöqtəsində bir elektrik sahəsi yaradıb və həmin mənfi yükün A nöqtəsində intensivlik vektoru özünə doğru yönəlir. Baxın, mənfi yükün intensivlik vektoru özünə doğru yönəlir və qiymətini də yazaq ki, baxın, yükün intensivliyi yazırsınız K vurulsun, Q vurulsun, KQ bölünsün, nə yazırsınız? R kvadrat. İndi baxaq. Bir xarici sahənin intensivliyi vektorunun istiqaməti var. Bir də sahədə yerləşdirilmiş mənfi nöqtəvi yükün intensivliyi vektorunun istiqaməti var. Hər iki vektorun istiqaməti üst-üstə düşdüyünə görə onda A nöqtəsində yekun intensivlik, baxın, A nöqtəsində yekun intensivlik Y0 intensivlik vektoru ilə nöqtəvi yükün yaratdığı intensivlik vektorunun nəyindən ibarətdir? Moduluna. Burada da yazacaqsınız ki, yəni yükün intensivliyi, Q yükün intensivliyi. İndi biz bunları nə edirik? Topluyoruz. Onda yekun intensivliyi modulu, yəni Y yekun bərabərdir. Y0 üstəgəl K vurulsun, Q0 bölünsün, R kvadratı. Biz düsturumuzu aldıq. Məsələdə isə deyir ki, həmin deməli burada bir içərisində maye olan qabdır. Yəni burada dielektrik içərisində yerləşdirilib mənfi nöqtəvi. Onda hər iki kəmiyyətin altına, intensivliyin altına bir dielektrik əlavə edirsiniz. Epsilon. Baxın, aldıq bizə lazım olan düsturu. Məsələn, bunun bir neçə variantı var topluda. Məsələn, hansı variantı deyə bilərəm? Tutaq ki, götürək ki, buradakı məsələn, müsbət yükdür. Baxın, buradakı müsbət yükdür. Yenə çəkirik. Bir cins elektrik sahəsini çəkdik. İndi iki xəttə çəkdim mən. Deməli, bir cins elektrik sahəsi Y0. Sahənin içərisində yerləşdirdi müsbət yük. Həmin müsbət yükdən bir R məsafədə yerləşib A nöqtəsi. Və deyir ki, A nöqtəsində yekun intensivliyi tap. Bu zaman müsbət yükün özünün A nöqtəsindəki intensivlik vektoru özündən hara gedəcək? Kənara. Və biz baxırıq ki, həmin yükün intensivlik vektoru, buna yazırıq nədir? Y yükün intensivlik vektoru. Yəni, buna bir Y indeksə Q yazar. İndi burada görürük, neçə intensivlik vektoru görürsünüz? 2. İstiqamətlər nə cür yönəlib? Əks. Və bizdən də tələb olunur ki, yekun intensivlik vektoruna tap. Bu zaman yekun intensivlik vektoru Y0 xarici sahənin intensivlik vektoru ilə deməli, yükün yaratdığı intensivlik vektoru nəyindən ibarətdir? Fərqindən ibarətdir. Və Y yekun bərabərdir. Deməli, Y0 çıxılsın, K Q0 bölünsün, nə yazırıq? R kvadratı. Yenə qeyd edirəm, baxın, görsün, buradakı işarə bizə yükün intensivlik vektorunun istiqamətini tapmaq üçün kömək edir. Və qaydadan da qeyd etmişdik ki, müsbət yükün intensivlik vektorunun istiqaməti şərti olaraq yükdən hara doğru yönəlir? Yükdən kənara doğru yönəlir. Baxın, çoxlu sayda belə biz ayrıca çəkə bilərdik. İndi isə burada xüsusi bir nöqtədə soruşur. A nöqtəsində soruşduğuna görə, baxın, bu istiqaməti biz götürüb, elə ki, gətirib burada yerdən qoyduq. Və baxdıq ki, Y0-la, yəni xarici sahə ilə yükün intensivliyinin istiqaməti bir-birinə əksdir. İstiqamətlər əks olanda çıxırıq. Y0 çıxılsın, YQ qiymətindən yazırıq. Sonra isə deyir ki, deməli, dielektik nüfuzluq var. Yəni, proses dielektrik daxilində baş verdiyinə görə, onların hər birinin məxrəcindən bir dənə nə atacaqsınız? Bir epsilon atıb düsturu alırsınız.
Burada hətta elə variant olacaq ki, o Pifagor teoreminə gələcək. Keçək digər səhifəmizdə. Digər səhifəmizdə isə elektrik sahəsinə yüklü zərrəciyə təsir edən qüvvə ilə bağlıdır. Qeyd etdik ki, elektrik sahəsinə gətirilmiş sınaq yükünə sahə tərəfindən qüvvə təsir edir və həmin qüvvədə elektrik qüvvəsi olur. F bərabərdir Q-Y düsturu. Baxın, F bərabərdir Q vur Y. İndi baxırıq, qüvvə də vektoral kəmiyyət olub, həmin qüvvənin istiqaməti var. Baxın, bu şəkil bircins elektrik sahəsidir. Baxın, bircins elektrik sahəsidir. Sahənin qüvvə xətlərinin istiqaməti göstərilmişdir. Qeyd edək ki, sahənin, məsələn, baxın, bu hissəsi müsbət, yəni digər hissəsi isə nədir? Mənfidir. Yəni, intensivlik vektoru müsbətdən hara doğru yönəlir? Mənfiyə doğru yönəlir. Sahənin içərisində müsbət yük var. Müsbət yükə təsir edən elektrik sahəsinin intensivliyi, yəni müsbət yükə elektrik sahəsində təsir edən qüvvənin istiqaməti mənfi tərəfə, yəni intensivlik vektorunun istiqaməti ilə üst-üstə düşür. Mənfiyə təsir edən qüvvənin istiqaməti isə intensivlik vektorunun əksinə yönəlib. Məsələn, adi test verilə bilər sizə nə formada? Bircins elektrik sahəsi verdi. Buraya yazdı Y və sahənin içərisində bir yük verdi. Və həmin yükə təsir edən qüvvənin istiqamətini göstərdi. Və sizə deyir ki, bu yükün işarəsini tap. Və biz baxırıq ki, deməli, yükə təsir edən qüvvə intensivlik vektorunun əksinə yönəlirsə, bu mənfi yükdür. Və yaxud da ki, başqa nə formada deyə bilərik? Axı bilirik ki, elektrik sahəsinin intensivlik vektoru müsbətdən başlayıb hara doğru yönəlir? Mənfiyə doğru yönəlir. Əgər yükə təsir edən qüvvənin istiqaməti müsbət tərəfə yönəlibsə, deməli, yük nə cür yükdür? Yük mənfi yükdür. Yəni, müsbət tərəf onu özünə cəzb edəcək, mənfi tərəf isə onu özündən nə edir? İtələyir. Digər sahə isə qeyri-bircins elektrik sahəsidir. İndi baxın, qeyri-bircins elektrik sahəsində də müsbət yük var. Həmin müsbət yükdürsə, elektrik sahəsi tərəfinə, baxın, bu isə intensivlik vektorunun istiqamətidir. Sahə qeyri-bircinsdir. Müsbətə təsir edən qüvvənin istiqaməti intensivlik vektor istiqamətində yönəlir. Buraya yazırsınız F. F bərabərdir Q-Y. İndi zərrəcik sahədə hərəkət edir. Zərrəciyə təsir edən qüvvə ilə sürətin istiqaməti əks yönəlib. Deməli, sürətlə qüvvənin istiqaməti əks yönəlib. Sürətlə qüvvənin istiqaməti əks yönəlibsə, yüklü zərrəcik sahədə yavaşlayan hərəkət edir. Bərabər sözü işlədə bilmərik. Çünki bərabər deyirsə, bu bərabər təcilli olur. Buraya yazırıq, yavaşlayan hərəkət edir. Burada isə hərəkət bərabər təcilli deyil. Niyə görə? Bərabər təcilli deyil. F bərabərdir Q-Y qüvvəsi. Deyək ki, götürək ki, zərrəcik burada məsələn A nöqtəsindən gəlir B nöqtəsinə. Baxın, A nöqtəsindən B-yə gəlir. Hərəkət təcilli hərəkət olduğuna görə yazaq. MA bərabərdir Q vur Y. Uşaq, zərrəcik A nöqtəsindən B nöqtəsinə gəlir. A nöqtəsindən B nöqtəsinə gələndə intensivlik vektorunun qiyməti artır. Çünki qüvvə xətləri sıx olan yerdən seyrək olan yerə gəlib. İntensivlik vektorunun qiyməti artdığından burada təcilin qiyməti də artır. Onda zərrəciyin hərəkəti olacaq artan təcillə. Baxın, yazırıq artan təcillə. Amma nə cür hərəkət? Yavaşlayan. Niyə görə? Çünki qüvvə ilə sürətin istiqaməti əks yönəlib. İndi buradan doğru olanları seçirik. Biz yazmışıq yavaşlayan. Yavaşlayan isə sürətin qiyməti azalır. Təcilin qiyməti nə etdi? Artdı. Sonra təsir edən qüvvənin qiyməti də artır. Çünki F bərabərdir Q-Y. Burada yükün qiyməti dəyişmir. Çünki yük hərəkət edir. Məsələn, deyək ki, bu protondur. Proton hərəkət edirsə, qiyməti dəyişməyəcək. İntensivliyin qiyməti artdığından elektrik qüvvəsinin qiyməti də artacaq. Hərəkət olacaq artan təcillə yavaşlayan. Məsələn, eyni halı biz bircins elektrik sahəsində isə artan azalan təcil olmayacaq. Bircins elektrik sahəsində zərrəciyin hərəkəti olacaq bərabər təcilli. Niyə görə? Yəni, çəkək burada Y. Götürək burada müsbət yük. Baxın, müsbət yük götürdük. Müsbət yük sahənin əksi istiqamətində hərəkət edir. Və müsbət yükə təsir edən qüvvə isə sahə istiqamətində görə. Baxın, qaydadan bilirik. Niyə görə? Onu mənfi tərəf özünə çəkir. Müsbət yükə təsir edən qüvvənin istiqaməti sahənin istiqaməti ilə, yəni intensivlik vektorunun istiqaməti ilə üst-üstə düşür. Və əsas da nədir? Amma qüvvə ilə sürətin istiqaməti isə əksdir. Qüvvə ilə sürətin istiqaməti əks isə hərəkət yavaşlayandır. Baxın, hərəkətə yazırsınız yavaşlayan.
Bəs nə cür yavaşayan? Bərabər yavaşayan. Yəni hərəkət bərabər təcillidir. Buraya yazırıq hərəkət bərabər təcilli hərəkətdir. Bərabər təcilli. Və zərrəciyin də hərəkətdənliyi, yəni MA bərabərdir Q vurulsun 7. Bircil sahə olduğuna görə Y-nin qiyməti dəyişmir. Zərrəcik hərəkət edir, yükü və kütləsi dəyişmir. Ona görə təcilin qiyməti də burada sabit qalır və hərəkət olur bərabər təcilli. Bərabər təcilli hərəkətin də hansı növüdür? Bərabər yavaşayan növüdür. Məsələn, burada baxırsınız, indi tutaq ki, bizə verilə bilər testlərdə mənfi yük. Məsələn, götürək indi mənfi Y. Bircil elektrik sahəsi çəkirik. Sahədə götürdük mənfi yük. Mənfi yükə sahənin əksi istiqamətində sürət verdik. Bəs indi onun qüvvəsinin istiqamətini təyin etməliyik. Mənfi yükə təsir edən qüvvə intensivlik vektorunun əksi istiqamətində. Qüvvə gəldi bu tərəfə. Baxın, qüvvənin istiqamətini çəkdik. Tapdıq F. Deməli, gördük, qüvvə ilə sürətin istiqaməti üst-üstə düşübsə hərəkət yeyinləşəndir. Sahə bircil sahə olduğuna görə bircil sahədə zərrəciyin hərəkəti yenə bərabər təcilli hərəkətdir. Bərabər təcilli hərəkət olub, deyəcəksiniz, nə cür hərəkət? Bərabər yeyinləşən. Deməli, yadda saxlayırsınız. Bircil elektrik sahəsində yüklü zərrəciyin hərəkəti bərabər təcilli hərəkətdir. Bərabər təcilli hərəkətdə iki yerə ayrılacaq. Buraya yazacaqsınız bərabər yeyinləşən. Digərinə yazacaqsınız bərabər yavaşayan. Yeyinləşən o deməkdir ki, zərrəciyə təsir edən, zərrəciyin sürəti ilə elektrik sahəsində ona təsir edən qüvvənin və ya qüvvənin, yəni F bərabərdir Q-yə qüvvəsinin istiqaməti üst-üstə düşüb. Yavaşayandırsa, qüvvə ilə sürətin istiqaməti nə cür yönəlib? Əks yönəlib. Q-Y. Sahədə də zərrəcinin F-in yerinə də MA yazsaq, zərrəciyin hərəkətdənliyi MA bərabər nə yazırsınız? Q-Y. Amma qeyri bircins elektrik sahəsində isə artıq burada zərrəciyin hərəkəti, məsələn, artan təcillə, baxın, buraya yazaq, artan təcillə. Artan təcillə yeyinləşəndə ola bilər. Artan təcillə yavaşayanda ola bilər. Sonra ola bilər azalan təcillər. Məsələn, azalan təcillər. Azalan təcillə də yeyinləşən də ola bilər, yavaşayan da ola bilər. Yəni, testlərdə müxtəlif variantlarla rastlaşa bilərsiniz. Aydın oldu? Deməli, biz baxdıq sizdən elektrik sahəsində yüklü zərrəciyə təsir edən qüvvə və həm də zərrəciyin elektrik bircins və qeyri bircins elektrik sahəsində hərəkətinə baxdıq. Deməli, bugünlük bu qədər. Növbəti videolarda görüşərik. Sağ olun.